Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınıza salamlayıram. Bugün Nərimanov metrosunun yaxınlığında 17 mərtəbəli binanın 10-cu mərtəbəsindəyik. Burada 3 otaqlı studiya tipli, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan tam əşyalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Xahiş olunur təqdimatdan öncə kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi aşağıda rəy bölməsində yazmağı unutmayın. Və xahiş olunur sonuna qədər baxın. Tam sonda mənzil haqqında tam məlumatlar qeyd olunacaq. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda belə bir dəhliz koridor hissə bizi qarşılayır. Mənzil qanuni 2 otaqdır, sənədlər 3 otağa düzəlib. Mətbəx mənzilin qonaq otağının qarşısına gətirilərək 3 otaq studiya şəklində düzəlib. Girişdə qranit mərmər və istipoldan istifadə olunub. Girişdə sağda yığılmış qardırop hissə və üst geyimlərinizi asa biləcəyiniz bir yer yerləşdirilib. Burada mənzilin qardırop hissəsi yerləşir. Bu hissədə isə mənzilin sanitar qovşağı yerləşir. Dəyərli izləyicilərimiz, baxın belə bir sanitar qovşağı yerləşdirilib və lazım olan aksesuarlarla tam şəkildə təchiz olunub. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunmuşdur. Keçək digər hissələrlə tanış olaq. İlk öncə studiya şəklində düzəlmiş qonaq otağını sizlərə təqdim edim. Baxın belə bir qonaq otağı var. 75 kvadrat ümumi sahədir mənzildə. Qeyd etdiyim kimi 3 otağa düzəlib. Burada mətbəx hissə yerləşir. Gözəl bir mətbəx hissə ilə təchiz olunub. Lazım olan elektrik hissələrlə də tam şəkildə təchiz olunmuşdur. Baxın belə bir mətbəx hissəmiz oldu. Döşəmədə qranit mərmərdən istifadə olunub və belə bir qonaq otağımız var dəyərli izləyicilərimiz. 75 kvadrat ümumi sahədir. 17 mərtəbəli binanın 10-cu mərtəbəsindədir. Bina infrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlıqda məktəb, bağça, iaşə obyektləri fəaliyyət göstərməkdədir. Binada geniş həyət, yeraltı dayanacaq, 2 sürətli lift var. Tam mühafizə olunan binadır. Ərazinin ən prestijli binalarından biri sayılır. Burada mənzilimizin birinci yataq otağı yerləşir və bu yataq otağından eyvana çıxış hissə mövcuddur və digər yataq otağından da eyvana çıxış var. Eyvan hissəni göstərdim sizlərə. Baxın, bu şəkildə bir uşaq yataq otağı yerləşir və lazım olan avadanlıqlarla da tam şəkildə təchiz olunub. Keçək digər yataq otağı ilə yaxından tanış olaq. Burada isə mənzilin 3-cü otağı olan ikinci yataq otağı yerləşir. Az öncə qeyd elədiyim kimi bu yataq otağından da eyvana çıxış mövcuddur. Baxın, belə bir eyvan hissə var. Binanın həyət istiqamətinə baxır. Belə bir geniş həyət var. Hələ tam hazır olmayıb həyət. Həyətdə bisetkalar, uşaq futbol meydançası falan belə şeylər qurulacaq. Bu yataq otağımız əsas yataq otağı sayılır. Digərinə nisbətən kifayət qədər geniş sahəyə malikdir. Çox gözəl, müasir dəbəz, zövqə uyğun şəkildə təmir olunmuş bir mənzildir dəyərli izləyicilərimiz. Burada da soyutma və isitmə sistemləri tam şəkildə, televizor olsun, gömmə qardırop və aksesuar hissəsi olsun tam şəkildə qurulmuşdur. Mənzilimiz Nərimanov metrosunun yaxınlığında 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 75 kvadrat ümumi sahəyə malik bu mənzil 2 otaqdan 3 otağa düzəlib tam təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Qiymət qeyd etdiyimiz kimi aşağıda əlavə məlumat bölməsi var. Orada qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək.